Salam dostlar, axşamınız xeyir olsun. Necəsiz? İnşallah ki yaxşısınız. Mən də şükür Allaha yaxşıyam. Deməli 4 dənə belə gül almışam. İstədim onları sizə tez göstərim. Əslində 5 dənə idi. Biri aglaonemalardandır. Yarpağı belə çox qəşəngdir. Onu xanım unudub gətirməyib. İnşallah onu da gətirsin, göstərərəm sizin üçün. Hələlik isə bu 4 gülü göstərim. Deməli birinci budur. Baxın buna. Böyük bir güldür. Tək budağı var belə, tək belə gedir, amma böyükdür. Bu Ficus benjamindir. Bunun məndə görmüşdünüz, yarpağı ağlı olanı var, amma beləsi yoxdur. Və onu mən 12 manata almışdım. İstirdim ki, belə birini də alım. O da elə 12 manatdır qiyməti. Amma gördüm xanımda münasibdir. 3 manatdır. Mən özüm də xoşum gəlir ki, balaca alım, gülləri böyüdüm, özüm məşğul olum. Ona görə götürdüm bunu. İnşallah ki, bu mən qabını dəyişib budamaq istəyirəm. Hardasa buralardan bir yerdən budayaram ki, mən baxaram da görüm, hələ qabını dəyişəndə qərar verərəm. Buradan yeni yarpaqları gəlir. Amma burada nəsə seyrəkləşmə var. Bunların əslində özlərində də var belə yarpaq tökmə. Baxım görüm nə edə bilərəm. Sonra var belə bir gül. Bunu mən adım bilmirəm. Amma bunun öz yarpaq forması belədir. Yəni açılmır. Belə büzülmüş vəziyyətdə yarpaqları olur. Sonra bu var. Bu belə balaca olanda tam bunun yarpaqları falan görsənmir. Belə də o qədər də göstərişli deyil. Deməli bundan mən YouTube'da bir dənə gülləri olan xanım var. Minnoş Cungli belə bir adı var kanalın. O xanımda görmüşdüm. Onda böyük forması var. Çox gözəl görsənir. Ona görə mən də elə götürdüm xanımla bunu. Gözəldir. Sonra belə bir kaktus götürdüm. Mənim kaktus sevgimi də siz bilirsiniz. Düzdür, məndə buna oxşayan biri var. Amma tam bilmirəm bu ondandır yoxsa yox. Kaktuslarda da belə bir şey var ki, formalarını dəyişirlər. Yəni məndə olub ki, almışam bu formada, ya rəng dəyişikliyi olur, ya forma dəyişilir. İndi bilmirəm o günəşdəndir, nədəndirsə, mühitdəndir, bilmirəm. Kaktuslar formalarını dəyişirlər. Bunun da təcili qabı dəyişiləsi bir güldür. İnşallah ki, bu qədərdir aldıqlarım. Belə. Mənim deməli planda almaq istədiyim güllərdən var. Yukka, deyəsən adı belədir. Yukka. Sonra bu türklərdə cənnət kuşu deyirlər. O güldən almaq istəyirəm. Sonra var bonsai. Deyəsən odur. Baha olan, deyəsən ən bahalı odur mən istədiklərim arasında. Hələ ki bu 3 gülü almaq istəyirəm. Sonra nə vardı? Yadımdan çıxdı sonra hansı gülləri istəyirdimsə. Bunlar idi. İnşallah onları da alaram. Çəkib sizə göstərərəm. Əslində almaq istədiyim güllər çoxdur. Yəni belə də mən çatdırılma eləyən gül yerlərindən alıram. Onlar da üstünə qoyurlar. Həm də adam elə bir ki özü seçmək başqadır da. Ona görə fikirləşirəm ki, elə özüm gedim gül parniklərindən seçim, öz istədiyimi alım. Qalıram belə. İnşallah ki, yaxın günlərdə onları da alaram, göstərərəm sizə. Hələlik siz mənim bu videoma baxmağı, kanalıma abunə olmağı unutmayın. Hələlik sağ olun.